Ötən aksesuar hekayəsi əzizlərim, hazırda 569 marşrutuna yaxın, məktəbə yaxın, marşrutun 150 metr aralıda belə bir möhtəşəm bir evimiz var. Şəxsi bir evdir əzizlərim, onu da deyim sizə. Belə bir şəxsi evdir. Deməli, evimiz kürsüdür yerdən. Evimizin altı var, belə bir padvalı var əzizlərimiz. Göstərirəm sizə, evimizin padvalını göstərirəm. Belə bir görürsünüz, rahatçılıqla girmək olur. Kombi sistemi var, burada yerləşdirilib əzizlərimiz. Beton monolitləri görürsünüz. Şəxsi evdir, yenə deyirəm. Yəni, tikilib satılmaq üçün nəzərdə tutulan ev deyil. Belə bir, görürsünüz, altında belə bir yeri də var, geniş. Turba xəttləri hamısı görükür kanalizasiya sisteminə kimi. Yəni, aşağıda bir rahatçılıqla boy verir də, yəni, vallahi, bax. Yəni, doğrudan da boy verir. Mən indi sizə evimizin yuxarı hissəsini göstərəcəm, əziz izləyicilərimiz. Həyatında ünvanlik nə kimi var, onu da deyim sizə. Deməli, əziz izləyicilərimiz, gördüyünüz kimi evimizin içindən tanış edirəm sizi. Deməli, bax, evimiz toplu sistemidir. Belə bir girişində güzgüsü, sağda avtomatı. Evimizin içi gördüyünüz kimidir. Deməli, solda mətbəxdir, əziz izləyicilərimiz. Belə bir geniş bir, xanımların sevdiyi böyük bir mətbəx. Həqiqətən də çox genişdir, doğrudan da. Sağda da belə bir böyük, geniş, iki qapılı qonaq otağıdır. Gördüyünüz kimi belə bir qonaq otağımız var, əziz izləyicilərimiz. Gizli ışıqlarından tutmuş hər şeyi. Bir dənə yataq otağımız buradadır. Onu da deyim sizə, evimiz şəxsi evdir, əziz izləyicilərimiz. Bəli, evimiz şəxsi evdir. Təcili satılır. Yəni, uzun müddəti yaşayışlı ev olub. İndi hal-hazırda satışa çıxarılır. 105 min manata. Evimiz yenə paket kupçalı evdir, ipoteka yararlıdır. Hər kimə Allah xeyrin versin. Belə bir samuzelimiz də var, əziz izləyicilərimiz. Belə bir samuzelimiz də var. Yenə deyirəm, hər kim alsa Allah xeyrin versin. Evimiz 105 min manata satışa çıxarılır. Real alıcıya da mən tərəfdən indirim olacaq.